Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində sağa gedən yolda sizin üçün yaşayışlı şəxsi ev tam əşyalı dostlar. Sizdən xahişim videomuzu sonacan izləyin ki, ətraflı məlumatı sizin üçün verək dostlar. Evimiz tam hazırdır. Qazımız, işığımız, suyumuz daimidir. Gördüğünüz kimi suyumuzun sayğacına kimi değerli dostlar. Burada var. Darvazanın qapısını da sizin üçün göstərim. Burada kamera sistemidir, damafonudur, buradadır dostlar. Qaz sayğacıdır, işıq sayğacıdır. Değerli dostlar, evimiz 2 sotdadır, 2 mərtəbəlidir, 4 otaqlı evdir. Çox gözəl evdir, səliqəli evdir. Belə bir navesti var, yay mətbəx yeridir burada. Burada bizim həyətindəki sanitar və sanuzelidir, yəni duşu da var dostlar. Evdə yəni nə görürsünüzsə qalır dostlar. Yəni bu generatora kimi qalır. Generator deyəsən dedi, hə. Kuxuna mebelidir, bu qaz peçidir, paltar yuyanıdır, xaladeniqidir. Yəni buna hər bir şey qalır dostlar. Çox səliqəli evdir, gözəl evdir, remontlu evdir. Burada bizim kombimizdir, bütün mütqamızdır, ayrı-ayrılıqdadır. Dostlar, sizə qiymət deyəcəm. Ama son qiymət deyəcəm, değerli izləyicilərimiz. Son, yəni ev yiyəsinin dediği son qiyməti deyəcəm. Bu bizim birinci mərtəbəmizin belə bir zal, mətbəx bir yerdə istipoldur dostlar. Birinci mərtəbəmiz istipoldur. Bu hissədə bizim aşağı mərtəbədə uşaq otağıdır, değerli izləyicilərimiz, desk otaq deyirlər. Qəşəng, remontludur, əşyalı satılır değerli izləyicilərimiz. Bu hissədə bizim belə bir girişdə koridordur və sanitar və sanuzeli ayrı-ayrılıqdadır. Değerli dostlar, kabinasına kimi hər bir şey yığılıbdır. Moydadır falan, hər bir şey yerində değerli izləyicilərimiz. Paltar yuyan, maşıncadır, hər bir şey qalır. Değerli dostlar, inşallah qalxacaq ikinci mərtəbə ilə sizi tanış edəcəm. Hal-hazırda damafonumuz da işdəydi. Telefonumuzdur, internetimizdir, hər bir şey yerində değerli izləyicilərimiz. Belə bir ikinci mərtəbənin geniş pilləkəndir, görürsünüz dostlar. Burada bizim koridorumuzdur, yuxarı mərtəbənin. Bu hissədə bir yataq otağıdır, değerli dostlar. Evimiz tam əşyalı satılır. Bu bizim ütü stolumuzdur. Bu da bizim ikinci yataq otağımızdır. Burada böyle bir otaq var dostlar. Yani kim istəyərsə gələcəyində fərqli bir şey eləyə bilər. Hal-hazırda ev yiyəsi bu evdə buranı yatağı otağı elibdir. Buranı isə qardırop otağı elibdir dostlar. Burada da bizim qardırop otağıdır. Pişiklərimiz də var. Yəni gələcəyində kim istəyər buranı yuxarı mərtəbənin yüngül oturma otağı eləyib oranı yatağı otağı eləyə bilərsiniz. Amma hal-hazırda qardırop otağıdır. Değerli dostlar, evimizin qiymətini deyirəm sizə. Evimizin qiyməti son olaraq deyilir, son qiymətdir. 110.000 dostlar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.